Möhtərəm toplantı işçiləri, hörmətli xanımlar və cənablar, basın mənsubları, sizi Türkiyənin Antalya şəhərindən Azərbaycan təmsilçisi olaraq salamlayıram. Təqdim edən Ömərcan Şəntürk mövzunun adını elan elədi. Beynəlxalq terrorizm, transmilli cinayətkarlıq, narko dillerlər, onlarla mübarizə, mübarizənin təşkili, cinayətkar sindikatlara qarşı mübarizə. Mövzuma keçməzdən öncə ilk növbədə Türkiyə-Azərbaycan birlik və bərabərliyinin əsas təməl prinsiplərini qoyan rəhmətli Süleyman Dəmirəl və rəhmətli Ulu Öndər Heydər Əliyevə Allahdan rəhmət diləyirəm. Bir millət, iki dövlət siyasi anlamda, mənəvi anlamda olan dostluq bugün elmi salonlarda, diskusiyalarda, fikir polemikalarında öz əksini ədalətli şəkildə tapmaqdadır. Eyni zamanda hal-hazırda Türkiyənin Cumhurbaşqanı olan Sayın Rəcəb Tayyip Erdoğan və Azərbaycan dövlətinin hal-hazırki Cumhurbaşqanı Ali Başkomandan, Müzəffər Ali Başkomandan Cənab İlham Əliyevlə Rəcəb Tayyip Erdoğan arasında olan sağlam, səmimi münasibət biz iki dövlət, bir millət dostluğunun bariz nümunəsidir. Buradan bütün Türkiyə və Azərbaycan xalqını salamlayıram. İndi isə mövzuma keçirəm. Bildiyiniz kimi dünyada bütün xalqlar, bütün dövlətlər terrorizmdən əziyyət çəkir. Təbii ki, beynəlxalq terrorizm, beynəlxalq cinayətlər kateqoriyasına aiddir və beynəlxalq terrorizmlə mübarizəni də beynəlxalq hüquq tənzimləyir. Çox təəssüf ki, bugün beynəlxalq hüquq ölüb, yəni beynəlxalq hüququn gücü yoxdur, gücün hüququ fəaliyyət göstərir. Baş verən siyasi proseslərə nəzər diqqət yetirsək, görərik ki, bugün dünyada baş verən siyasi olaylarda məhz elə bir çox terrorların arxasında müsəlman dünyasına qarşı, müsəlmanlara qarşı dini ayrı seçiliş var, fikir ayrılığı var. Son dövrlər İsrailin Fələstinə yürütdüyü terror hadisələridir. Bunun arxasında Fələstin dövlətinin kəşfiyyat orqanları Masad qursa belə mən bir mənalı bildirmək istəyirəm ki, bu terrorun arxasında Fələstinə qarşı olan terrorun dalında birbaşa İsrail dövləti və bəzən isə bunun dəstəkçisi olan ABD, Amerika Birləşmiş Ştatları özü dayanır. Dünyada məşhur terror təşkilatlarının adını sıralasaq, Əl-Sahab, Asala, PKK, YPK, yəni bütün YPD, bütün bunların arxasında onları maliyyələşdirən, silahla təchiz edən, qara para ilə təmin edən və kiber cinayətkar hücumlardan onları qoruyan təbii ki, beynəlxalq güclərdir, siyasi qüvvələrdir və pərdə arxasında dünyanı lərziyə salacaq, yeridəcək və onları despotizm, tribalizm metodologiyasına iflasa uğratmaq adında təbii ki, bu terror təşkilatları bu siyasi güclərin əlinə yarayır. Və bu baxımdan da təbii ki, dövlətlərin bir çoxunda bu beynəlxalq terror təşkilatlarını gizli şəkildə maliyyələşdirmək, onları qoruyub saxlamaq, lazım gələrsə siyasi güclərin əleyhinə çevirməkdir. Çox təəssüf edirəm ki, bugün dəyişən qlobal dünyamızda biz hələ də terrorla mübarizədə əziyyət çəkirik. 2025-ci ilin statistikasına nəzər salsaq, terror baş vermiş ölkələrin ümumi siyasi 67 ölkədir. BMT-nin tanıdığı 204 dövlət arasında 67 ölkədə terrora məruz qalan xalqlar var. Onların itkilərinin ümumi sayı 55.852 nəfərdir. Ən böyük terror hadisəsi 11 sentyabrda, yadınızdadırsa 2001-ci ildə Amerika Birləşmiş Ştatlarında həmin o qüllələrin partladılması oldu. Ondan sonra terror daha böyük, geniş füsət almağa başladı və o cümlədən Türkiyə Respublikasının özündə də bir çox böyük terror hadisələri baş vermişdir.
Düzdür, 2000-ci ildən siyasi hakimiyyətə gələn AKP, Ədalət və Qalxınma Partiyası əvvəlki illərlə dönəmdə terrorun kökünü kəsmiş. Çünki Turgut Özal, Süleyman Dəmirəl dönəmində demək olar ki, Türkiyə dövləti hər sabah gözünü terrorla açırdı. Amma Rəcəb Tayyip Erdoğan Cumhurbaşqanı, öncə Başbakan, sonradan isə Cumhurbaşqanı seçildikdən sonra siyasi fəaliyyətində ana xətlərdən birisi də terrorla mübarizə, insan alverinə qarşı mübarizə, kiber cinayətkarlığın söndürülməsi və təbii ki, bunun kökünün kəsilməsi məsələləri dayanmışdır. Təbii ki, bütün məsələlərdə dövlət hər şeydən öndə olmalıdır. Fərqi yoxdur, bu CHP-lidir, MHP-lidir, AKP-lidir. İlk öncə dövlət bütün partiyalardan, bütün vətəndaşlardan və oliqarxlardan irəlidə olmalıdır. Bunun üçün dövlətin gücü və qüdrəti təbii ki, çox önəmlidir. Dövlətin güclü, qüdrətli olması üçün onun ilk növbədə iqtisadi azadlığını təmin etmək lazımdır. İqtisadi azadlığı olmayan dövlət xarici güclər qarşısında təbii ki, aciz vəziyyətdə qalır və məcburdur ki, ağa babalarının və para babalarının dediklərini, diktə etdiklərini etmək məcburiyyətindədir. Və iqtisadi gücü olmayan dövlətlərin təbii ki, siyasi iradəsi də olmur və siyasi müqavimət göstərmək potensialı da yoxdur. Bu hadisələrə misal olaraq, misal üçün, Venezuelanın prezidenti Maduro'nun evindən Amerika Birləşmiş Ştatlarının Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən gedib eşi ilə, ömürgün yoldaşı ilə həbs olunub, başına çuval keçirilib. Amerikanın indi hansı cəza evində cəza çəkdiyi belə məlum deyil, hansı cəza qanunları ilə ittiham olunduğu belə məlum deyil və böyük bir dövlətin bu cür terror, sanki terror törədərək bir xalqın seçdiyi Cumhurbaşqanının başına çuval keçirib, gətirib Amerikanın istədiyi cəza evində saxlaması, təbii ki, bu heç bir dövlətə hörmət və nüfuz gətirmir. Bəlkə də mənim söyləyəcəklərimi hər hansı bir siyasətçi, dövlət başçısı bunu söyləmir, çünki onlar istəmir ki, Amerika Birləşmiş Dövlətləri ilə, böyük güclərlə hər hansı bir kırıq çıxsın, siyasi kırıq çıxsın və yaxud da onlarla münasibətlərində gərginlik yaransın. Amma düşünən beyin, zəki sahibləri, intellektual əqli mülkiyyəti olan, beyin mərkəzləri, IQ-sü yüksək səviyyədə olan insanlar başa düşür ki, bu dövlətin özünün törətdiyi bir terrordur. Bəs bu terrorla mübarizəni necə təşkil eləmək olar və bunun qarşısını necə almaq mümkündür? Mənə görə istər terror, istəyir insan alveri ilə mübarizə, istəyir orqan alveri, kiber cinayətkarlıq, silah tüccarları, uyuşturucu qaçaqçılığı ilə məşğul olanlar, saxta sənəd hazırlayan böyük mütəşəkkil dəstələrlə mübarizədə ilk növbədə qanunlardakı boşluqları aradan qalxızmaq lazımdır. İstənilən dövlətin anayasasına baxsaq, biz görərik ki, anayasa qanunlarında ən çox xarici dövlətlərin qanunları transfer olunur. Elə Türkiyənin də anayasasına nəzər salsaq, o cümlədən Azərbaycan dövlətinin də anayasasına diqqətlə baxsaq, baxarıq ki, ən çox Avropa və Qərbdən gəlmiş adət və ənənələr. Bəzən siyasi xadimlər və dövlət adamları din dövlətdən ayrıdır, din dövlətlə bir yerdə ola bilməz fikirlərinin tam əleyhinəyəm. Çünki insan bədəni iki hissədən ibarətdir. Ruh bədəndən, bədən ruhdan ayrı ola bilmədiyi kimi, din dövlətdən, dövlət də dindən ayrı ola bilməz. Din dövlətdən ayrıdırsa, o dövlətdə yaşayanların hamısı, başda da siyasi xadimlər olmaqla onlar dinsizdirlər. Dinsiz insandan isə istənilən cinayəti gözləmək mümkündür. Epstein hadisələri, yəqin ki, artıq böyük platformalarda Epstein hadisələrinə baxırsınız, cinsi istismara məruz qalmış azyaşlı uşaqlar, körpə qız uşaqları, oğlan uşaqları, bütün bunların hamısı nədən irəli gəlir? Ondan irəli gəlir ki, dövlətin başında duran insanların içində nə Allah sevgisi, nə Allaha ibadət, nə Allaha itayət, nə qanuna ibadət, nə qanuna itayət vardır. Onların bir devizi vardır. Güclüsənsə hüquqsan, güclüsənsə ədalətlisən, güclüsənsə hakimsən. Amma bu belə deyil. Ədalət haqlının haqqını vermək, haqsıza yerini göstərməkdir.
Çox təəssüf ki, bugün dünya sistemində, düzənində dövlət başında duran insanların bir çoxunun ədalət sözünün əsindən belə xəbəri yoxdur. İnsanlıq sözünün i hərfindən belə xəbəri yoxdur. Baxmayaraq ki, kifayət qədər siyasiləşiblər, özü də şeytani siyasiləşiblər. Təbii ki, siyasətlə məşğul olmaq böyük bir ədəb qaydasıdır. Sevimli Peyğəmbərimiz sallallahu aleyhi və sallam da siyasətlə məşğul olub, amma o rəhmani siyasətlə məşğul olub, şeytani siyasətlə məşğul olmayıb. Şeytani siyasət, xalqların hüquqlarını basıb yemək, beytulmala əl uzatmaq, hırsız olmaq, talancı olmaq, yalancı olmaq, rəhmani siyasət isə beytulmala əl uzatmamaq, haqqını vermək, bütün vətəndaşları bərabər və ədalətli surətlə yaşatmaqdır. Bunun üçün bütün dünya bugün rəhmani siyasətlə ölkələrini idarə etməyə məcburdur. Əgər bugün Amerika Birləşmiş Ştatlarının başında Donald Trump yox, daha ədalətli birisi, Fransanın başında Macron yox, daha ədalətli və əxlaqlı birisi, Almaniyanın kansleri daha ədalətli və daha hüquq sevəri olsa, Avropanın lokomotivi olan Albaniya, Fransada ədalət bərqərar olursa, Amerika Birləşmiş Ştatlarında insan hüquq və azadlıqları bərqərar olursa, onda digər dövlətlərdə də bu hüquq və azadlıqlar dərhal bərqərar olacaqdır. Amma çox təəssüf ki, demokratiyadan dərs keçənlər, insan hüquq və azadlıqlarından danışanlar, demokrasini ən önə çıxaranların özünün demokrasidən qətiyyən xəbəri yoxdur. Onların bir haqqı var, verməlisən, gətirməlisən və böyük dövlətlər qarşısında öz milli sərvətlərini qac olaraq gətirib onların büdcəsinə keçirməlisən. Çox təəssüf ki, dünya düzəni hal-hazırda bu istiqamətdə davam edir və belə davam etdiksə də terror təşkilatlarının sayı çoxalır. Deyək ki, PKK, YPD və digər terror təşkilatlarının məhz arxasında siyasi güclər dayanır və nəticədə də Türkiyə, Azərbaycan 30 il terrordan əziyyət çəkdi və Asala kimi bir terror təşkilatı, Ermənistan şovinizmi, terror psixologiyası, insanları qul psixologiyasında yaşatmaq nəticəsidir ki, 30 il Azərbaycan dövlətinin ərazi bütövlüyü, suverenliyi məhz bu terrorun qurbanı olmuşdur. Və Xocalı soyqırımı baş vermişdir, kütləvi qətliyam olmuşdur. Çox təəssüf ki, dünyanın gözü qarşısında baş verdi bu hadisələr, BMT-nin 4 qətnaməsi olmasına baxmayaraq, biz 30 il terrordan əziyyət çəkdik və Azərbaycan, Türkiyə, Pakistan birliyi, bu 3 dövlətin birlik və bərabərliyi sayəsində Azərbaycanın ərazi bütövlüyü, dövlət atributları, suverenliyi tam bərpa olundu. Bir daha Azərbaycan Respublikasının hüquqşünası, hüquq elmlər doktoru, professoru olaraq öz adımdan, rəhbərlik etdiyim Beynəlxalq Elm və Mədəniyyət Mərkəzinin adından, Beynəlxalq Hüquqşünaslar Liqasının adından Türkiyənin Cumhurbaşqanı Rəcəb Tayyip Ərdoğana sonsuz təşəkkürlərimi çatdırıram. Eyni zamanda Dışişlər Bakanı Hakan Fidana və Milli İstihbaratın rəhbəri İbrahim Kalına. Eyni zamanda Pakistanın siyasi rəhbərliyinə təşəkkür edirəm. Allah qapısını açsın. İmran Xan hal-hazırda cəza evindədir. İmran Xan Pakistanın başbakanı olduğu zaman Azərbaycan dövlətinə həm siyasi mənada, həm mənəvi mənada kifayət qədər böyük dəstək vermişdir. Əziz həmvətənlər, işlətdiyimiz böyük bir kəlam var, laf var. Türklər demiş, biri olaq, iri olaq, diri olaq, bütün Turan dövləti olaq. Yaşasın Turan dövləti, yaşasın birlik və bərabərliyimiz, kullu müsəlman vahidi mütəşəkkil, yaşasın mütəşəkkilliyimiz. Mən inanıram ki, bir olduqsa düşmən qarşımızda diz çökəcək, bizə qalib gələ bilməyəcək və biz öz qüdrətli iradəmizlə, azad iqtisadiyyatımızla, zəki təfəkkürümüzlə bütün güclərə qalib gələcəyik. Bir daha yaşasın Azərbaycan, Türkiyə, bir millət, iki dövlət.